Salam əziz abituriyentlər, hər vaxtınız xeyir. Bugünkü mövzumuz gerund və söz önləridir. Gerund və fe'li sifət 1, fe'li sifət 2-dir. Gəlin baxaq. Gerund, fe'li sifət 1, fe'li sifət 2. İndi birinci gələk əsas mövzumuza. 1. Söz önləri ilə biz ing işlədirik. Məsəl üçün deyirəm ki, işlədirik. Məsəl üçün deyirəm ki, he insisted on. Burada on var. A variantı və B variantı. A'da stay'di. B'də olacaq oğlum qızım. Staying. Elə. He insisted on söz önüdür deyə doğru cevabımız ne olacaq? Doğru cevap olacaq staying. Gördüğünüz üzere. Yaxşı, doğru cevap olur staying. Aydın oldu. İkinci my, your, his, her, its, our, their. Biz ing işlədirik. Ing işlənir. Məsəl üçün A deyir ki, my nöqtələrin yerinə və B. Olacaqdır nə? My come yoxsa my coming? Təbii ki olacaq nə? My coming. Sonra gəldi uşaqlar. Deyək ki, apostrofi s ing olur. Məsəl üçün apostrofi s ing Jane apostrofi s deyək ki smile. B variantında smiling. O da olacaq Jane apostrofi s smiling. Sonra uşaqlar when'lə bir də while'la ing işlədilir. Məsəl üçün when speaking, sonra talking, reading. Gördüğünüz üzere biz neden istifadə edirik? ING-dən istifadə edirik. Keçdik növbəti. Deməli when speaking, talking, reading. Biz neden istifadə edəcəyik? ING-dən istifadə edəcəyik. Sonra əziz abituriyentlər, bir də bu verb 1 məsələsi var. Məsəl üçün verb 1 qodur. Deməli verb 2 went'dir. Verb 3 olanda olur gone. Yaxşı yadınızda saxlayın. Verb 4 olanda olur going. Gördünüz uşaqlar. Verb 1'im go'dur. Verb 2'm went'dir. Verb 3'üm gone'dur. Verb 4'üm going'dir. Yani verb 4'ler həmişə ing'li olur. Verb 4'ler ing'li olur. ing'li olur. Sonra uşaqlar nəyə yadda saxlamaq lazımdır? Dostlar, icbar növü, icbar növ. Hərəkəti kiməsə etdirirəmsə, bu icbar növdür. Hərəkəti kiməsə etdirirəmsə, bu icbar növdür. İcbarda olur have, icbarda olur has, icbarda olur had, icbarda olur get, icbarda olur got. Bundan sonra biz nə gətiririk? Bundan sonra biz gətiririk isim, bir də gətiririk verb 3'ü. Bax, verb 3 dediyim bunu gətiririk. Və verb 3 olur. Məsəl üçün, mən maşınımı yuduzdurdum. Mən nədir ingilis dilində? Bax, deyirəm ki, mən maşınımı neynədim? Yuduzdurdum. Yəni, özüm yumadım da, yuduzdurdum. Elə. Birinci biz nə verəcəyik? I. Sonra nə gələcək? Had. Sonra maşın sözü gəlir. I had my car. Washed. O oldu, mən maşınımı yuduzdurdum. Amma indi tərcüməyə diqqət edin,
Tərcüməyə diqqət. I had washed my car olardısa, mən maşınımı yumuşdum. I had washed my car. Maşınımı yumuşdum olur. Yaxşı, maşınımı nə etmişdim? Maşınımı yumuşdum. Sonra məsəl üçün deyirəm ki, I got və burada artıq isim olursa icbardır. İsim, yəni icbar. Elə I got my article translated. Gördüyünüz üzrə. Mən məqaləmi tərcümə elətdirdim. Mən məqaləmi neylədim? Tərcümə elətdirdim. Mən məqaləmi tərcümə elətdirdim. Və görürsünüz uşaqlar, I got my article translated. Mən məqaləmi tərcümə elətdirdim. Bu kimi nüansların hamısına fikir vermək lazımdır. Əsas bu, mən sizə nə deyirəmsə, onu öyrənin qayda izahında. Sonra ben nöqtə plus sözünü həmişə yadınızda saxlayın ki, verb 3 olur. Məsəl üçün, by, biz buraya deyəcəyik taken by, driven by. Yaxşı, bu verb 3'ü bir də başa salıram, verb 3. Verb 3 məsələn, written verb 3'dür. Gone verb 3'dür. Done verb 3'dür. Grown verb 3'dür. Grown verb 3'dür. Verb 3'lər qaydalı da ola bilər. Məsəl üçün planted desəm, yenə o da qaydalı ola bilər. Başı verb 3. Verb 4'lərdə həmişə ing'li olur. İng'li olur. Bu qədər əzizlərim, sevirəm sizi. Sağ olun.